İndi ha gəzirəm. Əmi, üzr istəyirəm. Allah birinci deyirəm. Feruz müəllimin balalarını elə bir perspektivə, elə bir potensiala malik övladlardan eləsin ki, nəinki Feruz müəllim, nəinki biz dostları, siz babaları, ümumiyyətcə elə bir Azərbaycanın fəxirli, fəxarətli balaları olsun ki, ümumən Azərbaycan xalqının fəxirli, fəxarətli balalarından olsun. Feruz qardaşımın dostu, qardaşı Tuncay müəllim dedi ki, ən birinci 2 dost burada, 3 dost burada əyləşibdir. O kişilərə bir Bəhmən Vətənoğlu'nun dosta ait bir şeiri var. Onu deyil, biz qulaq asaq. Deyir, indi ha gəzirəm. Ay Feruz müəllim, tapa bilmirəm. Deyir, indi ha gəzirəm. Tapa bilmirəm. Bir zaman könlümdə bitən dostları. Ay ağsaqqalı, ömür sarayımda, ömür bağımda xarı bülbül kimi ötən dostları. Cəbirini yerinə yetirmədiyim, ağır şələsini götürmədiyim. Ay Feruz müəllim, gen gündə yadıma gətirmədiyim, dar gündə dadıma yetən dostları. Dostum becər, qarqanqal bitirmə bəhmən. Zər axtar, zilzibil götürmə bəhmən. İtirmə, itirmə, itirmə bəhmən. İtirsən taparsan əsl dostları. Mən arzu edirəm ki, Feruz müəllimlə Tuncay müəllimin dostluğu, bax, siz kişilərin dostluğu kimi möhkəm dostluqdan olsun. Bir də ki, əmi, bu dünyada insan çox nailiyyət qazana bilər, uğur qazana bilər. Amma can sağlığı elə bir neymətdir ki, o insana qismət olsa, onun çata bilməyəcəyi məqsədi, hədəfi yoxdur. Şair yazır ki, Tanrı dərgahından bir diləyim var. Tuncay müəllim deyir, Tanrı dərgahından bir diləyim var. İsmətin pərdəsi düzdən almasın. Bir canını sağ ola, bir anlıq açıq, bu gözəl neyməti bizdən almasın. Ömür sona yetib, çatsa da vədə, ayaq büdürəməyə yol gedə-gedə. Əyif qaməti ya eyləsə də, heç kimin taqətin dizdən almasın. Olsa da Kamilin sinəsi dağlı, qıldır qarşında qolları bağlı. Ay əmi, ürəkdən təpəri, başdan ağlı. Verdiyin nurpayın gözdən almasın. Allah gözünüzdən nuru, qollarınızdan qüvvəti, dizlərinizdən taqəti, canınızdan sağlığı əksi eləməsin deyir, təb gəlibdir də. O 700-800 nəfərlik məclisdə vaxt məhdud olur. Amma burada vaxt da var, söz də var, musiqi də var. Dinləyən sizi kimi ağsaqqallarımız, xiridarlarımız da var. Deyir, yaxşı yaman bilən gündən, yəni ağlım kəsən gündən. Yaxşı yaman bilən gündən, ay Tuncay müəllim, elin səsi, səsim olub. Biri haqsız döyüləndə qəlbim əsim-əsim olub. Ocaqda qar gəzməmişəm, söyükdə bar gəzməmişəm. Mən çoxlu var gəzməmişəm, necə tikəbəsim olub. Yaxşıların cavan çağı, taftanmasın ömrü tağı. Mərdin qəfil yıxılmağı vayim olub, yasım olub. Dodaqlardan atılan o, şücayətən dəyifdir çox. Dağlardakı, bax bu dağlardakı dumandan çox. Mənim tüstüm isim olub. Allah bir daha mübarək eləsin. Məclisin laf başında Tuncay müəllim bir gözəl söz dedi. Dedi,
Ağsaqqallarımız həmişə deyir ki, biz cavanlarla fəxr edirik, amma yox. Bu meraqlıq təşkil edir. Onlar bizlə fəxr elədiyi kimi biz də onlarla fəxr edirik. Həqiqətən siz böyüklərə qurban olun. Allah siz böyükləri bizim başımızdan əksik eləməsin. Üzr istəyirəm, bu günləri bir qapını döyəndə də varın da olsa, halın da olsa birinci deyir böyüyüm, hanı böyüyüm gəlsin. Ona görə mən Allah Taala'dan arzu edirəm ki, siz böyükləri bizim başımızdan əksik eləməsin. Biz zamanlar da Allah sizə çox görməsin. Siz estafeti vermişsiniz bizə. Qocalmazdım dərdin qəmin əlindən. Göz yaşımı silə-silə qocaldım. Həmi deyir, qocalmazdım dərdin qəmin əlindən. Göz yaşımı silə-silə qocaldım. Çərxi dönüb elə qatdı başımı. Damla-damla, gilə-gilə qocaldım. Tarixlərə düşə bilməyən bir adı. Ay baba, deyə bilmərəm, ya qəmgirik, yaşadıq. Köləlikdə, əsarətdə yaşadıq. Bu dövrana gülə-gülə qocaldım. Doğma gəzdim, yad qapısını döymədim. Yaltaqlığın libasını geymədim. Ana yurdun sevincinə dəymədim. Kədərini belə-belə qocaldım. Alqaytam şırım yağıb üzümə. Şırım yağıb qəm çilənib üzümə. Bax beləcə divan tutdum özümə. Qana-qana, bilə-bilə qocaldım. Bu günləri Qəbələ torpağında, Ağdaş torpağında, Bərdə torpağında biz Qarabağlıları, Kəlbəcərliləri, Cəbrailləri 30 ildə siz bizi qonaq kimi yox, qardaş kimi elə bir qonaq pərvərliklə, elə bir qardaşlıqla qarşılanmışsınız. O gün gəlib Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Dövlətimiz, dövlətçiliyimiz var eləsin. Azalıbdır. O gün olsun ki, Tuncay Cəbraildə, mən Kəlbəcərdə siz kimi əmilərimizi o yurtda, o vətəndə qarşılayaq. Belə bir gözəl məclisdə sizin qulluğunuzda duraq. Mən Kəlbəcərliyəm, şeir şair ocağındanam. Daha vaxt versəniz, gecə birə kimi şeir deyərəm. Amma Tuncay müəllim tələsir. Bu karbonu götürüb, bir sizin ruhunuza, qəlbiniz oxuyum. Elə babalar, əmilər, sizdən bir xahiş edeyim. Feruz müəllimin bu gül balalarının şərəfinə bir gül alqışlar çalaq. Gül alqışları. Bəh, bəh, bəh. Məclis belə olardı, qardaş.